Vamos lá. Salam Elçimən. Salam, salam. Zəhmət olmasa bu suala baxarcıdan. Maraqlı sualdır və maraqlı da yerdə verilmiş sualdır. Allah şəhidlərimizə rəhmət eləsin. Sərsəng su anbarının yuxarısında maraqlı bir məntiq sualı verdiniz. Mən bunu çəkib sizə göndərəcəm izahını. Əziz tələbələr, belə bir sual verilmişdi. Üç rəqəmli ədədin rəqəmləri barədə məlumatlardan istifadə edərək onu müəyyən edin deyir. İlk növbədə gördüyünüz kimi bax burada 3 rəqəmli ədədlər verilibdir və bizim tapdığımız kod da 3 rəqəmli olmalıdır. Çünki bizdən yuxarıda onu istəyir. Və bu tipli testlərdə yadınızda saxlayın ki, ilk öncə belə bir cümlə varsa əgər buradan başlayın. Rəqəmlər düz deyil. Rəqəmlər düz deyil və qarşısında 5, 6, 0 rəqəmlərdən istifadə edilir. Bu zaman 5, 6, 0 harda verilibsə bunların üstündən xətt çəkin ki, yəni bunlar bizə artıq tapacağımız kodda ehtiyac deyil. Xətt çəkdikdən sonra baxın burada yazıb ki, rəqəmlərdən biri düzdür və o yerində deyil. Bu tipli testlərdə rəqəmin həm doğru olmasını tapmaq lazımdır. Hansı rəqəm doğrudur, bizə lazımdır. Həm də onun yerini müəyyən eləmək lazımdır ki, birinci, ikinci yoxsa üçüncü yerdə dayanıbdırmı. Gördüyünüz kimi bax 3-ə fikir verirəm ki, 3 yazıb 3 barəsində biri düzdür və yerində deyil. Deməli bizə lazım olan rəqəmlərdən biri 3-dür. Yuxarıda 3-ün verildiyi cümləyə baxıram. Rəqəmlərdən ikisi düzdür və onlar yerində deyillər. Ortada olanda yerində deyil, sonda olanda yerində deyilsə, deməli biz 3-ü yalnız hara yaza bilirik? Əvvəl hissəyə. Yəni bizim kodumuz artıq 3 rəqəmi ilə başlayır. Sonuncu cümləyə fikir verin. Rəqəmlərdən biri düzdür və o yerindədir. Mən buradakı 2-ni götürə bilmərəm. Niyə görə? Çünki 2-ni mən doğru götürsəm, yerindədir sözünə görə mən 2-ni gətirib əvvələ yazmalıyam. Bunu da yaza bilmirəm. Artıq burada 3 var. Deməli, biri düzdür sözünə görə 2 yox, biz 1-i götürməliyik və həmin biri gətirib sona yazmalıyıq. Deməli, bizim kodumuz 3 ilə başlayır və 1 ilə yekunlaşır. Yuxarıdakı birinci şərtə fikir verin. İkisi düzdür, yerində deyil demişdi. Biz də dedik ki, 1 və 3 doğrudur. Onda belə çıxır ki, artıq burada bizim 2-yə ehtiyacımız yoxdur. Dördüncü şərtə fikir verin. Dördüncü şərtdəki 2-nin də üstündən xətt çəkməliyəm. Çünki yuxarıda biz demişdik ki, ikisi düzdür. 1 və 3-ü düzgün götürdük, 2-ni düzgün götürmədiksə, deməli 2 bizə lazım deyil. Gəldim aşağıda da 2-nin üstündən xətt çəkdim. Yerdə qaldı 4 və 7. Bizə şərtdə deyir ki, rəqəmlərdən biri düzdür və o yerində deyil. Diqqətli olun. Əgər mənə desəydi ki, yerindədir desəydi, mən ortadakı 4-ü götürüb elə ortaya da yazardım. Deyərdim ki, hə yerindədir. Amma gördüyünüz kimi bu bizə nə dedi? Yerində deyil dedi. Mən də ona görə sondakı 7-ni götürürəm və gətirib ortaya yazıram. Yəni 7 bizə lazımdır, amma yerində deyil sözünə görə mən 7-ni sona yox, gətirib ortaya yazıram və bizim kodumuz olur 371. Əslində bu testləri cavab variantında da işləmək olur. Sadəcə olaraq mən belə izah etməli idim deyə izah elədim. Cavab oldu A variantı.